Herkese salam. Yeni bir derse hoş gelmişsiniz. Bugün sizinle Qrammatik Aktiv kitabının davamı olarak 6. leksiyonu size izah edirəm. 5. leksiyonda biz modal feillərlə tanış olduq. Qeyd etmişdim ki, əgər modal feillər haqqında heç bir anlayışınız, məlumatınız yoxdursa, kanalda hər biri ayrı-ayrılıqda detallı şəkildə izah olunub, oradan baxıb öyrənə bilərsiniz. Və keçən dərsimizdəki çalışmalarda göstərilirdi ki, misal üçün Zollensə Zolleni şəxslərə görə təsrifləndirib yazmalıyıq. Könneni isə könneni şəxslərə görə təsrifləndirib yazmalıyıq. 6-cı leksiyonda isə modal feillərin Gebrauch istifadə olunmasını izah edir və artıq qarışıq şəkildə çalışmalar verilib. 7 çalışmadan ibarətdir 6-cı leksiyon. Deməli, qayda hissəsini isə izah edirəm. Bir daha modal feilləri təkrar edirsiniz. Daha sonra isə çalışmalara göz gəzdirirsiniz. Bilmədiyiniz sözlər varsa mütləq şəkildə yazırsınız, öyrənirsiniz. Çünki buradakı çalışmaların hər biri deyərdim ki, artıq mənaya baxılaraq, tərcümə edilərək işlənir. Bilmədiyiniz sözlər varsa mütləq şəkildə öyrənməlisiniz. Çünki o zaman işləyəndə daha çox effektli olur. Deməli, burada kann ich oder muss ich? Bacarıram, yoxsa etməliyəm? Modal verben Gebrauch. Modal feillərin istifadəsi. Burada gördüyünüz kimi modal feillərin cədvəldə verilib. Modal feillər müssen, malı, məli. Können, bacarmaq, bilmək. Dürfen, nicht dürfen. Dürfen icazəsi olmaq, icazəsi olmamaq. Yəni aiddir nicht dürfenə. Möchten istəmək, wollen də həmçinin istəmək. Keçən dərsdə qeyd etmişdik fərqlərini, yenə qeyd edəcək. Zollen isə yenə malı, məli. Burada Erklärung izahı verilib ki, yəni hansı hallarda modal feillərdən istifadə olunur və beispiel nümunələr var. Müssen keine alternativ. Müssen məcburiyyəti bildirir. Məcburiyyət. Yəni alternativi yoxdur. Ich muss arbeiten. Mən işləməliyəm. Mən buna məcburam. Ich muss auf die Toilette gehen. Geni deyə də bilərik, deməyə də bilərik. Mən tualetə getməliyəm. Nədir? İşin vacibliyini bildirir. Yəni seçim yoxdur, məcburiyyət var. İkinci modal feilimiz können, bacarmaq, bilmək modal feili. Ich habe das gelernt. Bu bacarıqdır, yəni mən bir şeyi öyrənmişəm. İkinci es gibt die Chance oder die Möglichkeit. İmkan, fürsət var. O mənanı bildirir. Üçüncü isə dürfen, es ist nicht verboten. Üçüncüsü isə qadağan deyil, icazə var. Bir növ dürfendən sinonim ola bilər. Baxaq beispiellərə. Ich kann English. Ich kann English sprechen. Mən ingiliscə danışıram. Yəni ingiliscə danışmağı bacarıram, öyrənmişəm. Hier kann man essen und trinken. Burada yemək və içmək olar. Nədir? İmkandır, fürsətdir. Hier kann man parken. Burada avtomobil park etmək olar, saxlamaq olar. Nədir? Qadağan deyil, icazə var. Daha sonra dürfen modal feilimiz. Nicht dürfen icazəsi yoxdur, qadağandır. Es ist verboten, qadağandır. Dürfen icazəlidir. Es ist erlaubt. Baxırıq nümunələrimizə. Hier dürfen Sie nicht rauchen. Burada sigaret çəkmək olmaz. Heute dürfen meine Kinder Fernsehen. Bugün uşaqlarıma televizora baxmaq olar. Möchten nədir? Nəzakətli formada istəkdir. Bir də feilin arzu şəklini ifadə edir. Es ist mein Wunsch. Höflich. Bu nədir? Mənim istəyimdir, arzumdur. Ich möchte einen Kaffee trinken. Bitte. Mən qəhvə istərdim.
Zəhmət olmasa bir qəhvə içmək istəyirəm. Nədir? Nəzakətli formada arzunu bildirir. Trinken feilini deyə də bilərik, deməyə də bilərik. Daha sonra wollen, istəmək. Bu birbaşa deyilir, sərt deyilir və daha çox reallığı bildirir. Es ist mein Wunsch, direkt, birbaşa. Nicht höflich, wenn wir etwas von einer Person möchten. Hər hansısa bir şeyi bir şəxsdən istəyəndə nədir? Nəzakətli deyil. Xüsusən başqasından nəsə istəyəndə nəzakətli deyil. Ich will gerne Skiurlaub machen. Mən xizək tətil etmək istəyirəm. Birbaşa. Sollen isə malıməli olaraq möchtest du, dass ich nur in Frage. Təklif və ya sual və yaxud da ki, yalnız sualda istifadə olunur. Soll ich dir einen Kaffee machen? Sənə qəhvə hazırlamalıyam. Nədir? Təklifdir, bir sual cümləsidir. İkinci, eine andere Person hat zu mir gesagt. Sie müssen und ich erzähle das. Və başqasının dediyini çatdıranda biz solldən istifadə edirik. Məsələn, der Arzt sagt, ich soll die Tabletten nehmen und ich soll nicht arbeiten. Həkim deyir, mən tablet qəbul etməliyəm və işləməməliyəm. Nədir? Başqasının dediyini çatdırır. İndi isə çalışmalara keçək. Keçən dərslərimizdə olduğu kimi mən sizə 1-2 nümunəni izah edəcəm. Yerdə qalanlarını siz işləyəcəksiniz. Daha sonra isə çalışmanı tamamlayarıq. Kitabın arxasında cavabları var. Oradan yoxlayarsınız. Səhviniz olmasa əla, deməli düzgün başa düşmüsünüz. Yox, səhviniz olarsa da videonun sonuna qədər izləyərsiniz. Deməli, birinci çalışmada müssen, möchten oder können ergänzen Sie die Verben. Müssen mi işlənməlidir? Hansı ki bu verilmiş boşluqlarda möchten mi işlənməlidir, yoxsa können mi işlənməlidir? Bəli, artıq biz burada məcburuq oxumağa və tərcümə etməyə. Baxırıq birinci cümləyə. Susi ist 7 Jahre alt. Susi 7 yaşındadır. Sie, boşluq, jetzt gerne in Urlaub fahren, aber sie in die Schule gehen. Deməli, baxırıq. O, indi səyahətə getməlidir. Getmək istəyir, gedə bilər. Davamına baxmalıyıq. Amma o, məktəbə getməlidir. Görürsünüz, artıq cümləni tərcümə edəndə avtomatik olaraq biz nə edirik? Deyirik. Deməli, buradan baxırıq, səyahətə getməlidir, məktəbə getməlidir. Yox, iki cümlə də bir-birindən uzlaşmır. Səyahətə getmək istəyir, məktəbə getməlidir. Amma məktəbə getmə. Görürsünüz, artıq cümlələr nə edir? Üst-üstə düşür. Deməli, biz burada artıq möchten feilini üçüncü şəxsin təkinə görə təsrifləndirib deyirik. Sie möchte jetzt gerne in Urlaub fahren, aber sie Entschuldigung. Aber sie muss in die Schule gehen. Amma indi o məktəbə getməlidir. Bir cümlədə deyirəm, yerdə qalanlarını siz yazacaqsınız. Sie erst im Juli wegfahren. Wegfahren feili uzaqlaşmaq, çıxıb getmək, nəqliyyatla bu cür tərcümə olunur. Deməli, o iyulda nə etməlidir? Getməlidir, getmək istəyir, gedə bilər. Deməli, baxırıq ki, məna olaraq können feili uyğundur. Ona görə də üçüncü şəxsin təkinə görə təsrifləndirib deyirik. Sie kann erst im Juli wegfahren. O iyuldan gedə bilər. Yerdə qalanlarını eynən bu şəkildə bir-bir modal feillərdə qoyub baxa bilərsiniz. Amma mütləq şəkildə mənalarına baxın. Hansı ki, bayaq cədvəldə də izah olundu əqliyalın bölməsində ki, hansı hallardan istifadə olunur. Keçək ikinci çalışmaya. İkinci çalışmada isə deyir, müssen oder dürfen ergänzen Sie die Verben und ordnen Sie die Bilder zu. Müssen yoxsa dürfen feilləri tamamlayın və bu boşluqlarda verilmiş şəkilləri tamamlamalıyıq.
İndi birinci baxırıq ki, nə deyir? Hier nur Damen hineingehen. Burada yalnız Damen Frau'nun sinonimidir. Qadın, xanım deməkdir. Burada yalnız qadınlara içəri girmək olar. Nədir? Es ist erlaubt. Yəni dürfen modal feili. Qadınlar da cəmdə olduğuna görə biz dürfeni üçüncü şəxsin cəminə görə təsrifləndirib deyirik. Hier dürfen nur Damen hineingehen. Burada yalnız qadınlara içəri girmək olar. Və baxırıq şəkillərdən H variantı uyğundur. İkinciyə baxırıq. Hier man nach rechts fahren. Burada sağa getməlidir. Malı məli. Görürsünüz? Nədir? Məcburiyyət. Müssin və man da görürüksə, deməli üçüncü şəxsin təkinə görə təsrifləndiririk. Hier muss man nach rechts fahren. B variantı uyğundur. Yerdə qalanlar eynən bu şəkildə oxuyuruq, tərcümə edirik. Müssen o da dürfen təsrifləndirib şəxsə görə yazırıq və şəkilləri uyğunlaşdırırıq. İndi isə baxırıq üçüncü çalışmaya. Burada 4 dənə nümunə verilib. Mən sizə bundan ikisini izah edərəm ya da birini. Yerdə qalanını siz yazacaqsınız. Deməli, können modal feilini qeyd etdik ki, ich habe das gelernt. Mən bunu öyrənmişəm. Artıq bilirəm. İkinci istifadə olunurdu. Es gibt die Chance, o da die Möglichkeit. İkinci istifadə olunurdu. İmkan, fürsətlərdə. Yəni, imkan var, fürsət var. O da və yaxud da es ist nicht verboten. Qadağan deyil, icazə var. Deməli, oxuyacağıq cümlələri. Birə uyğun gəlirsə, biri seçməliyik. Mötərizə içərisində görürsünüz, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3 şəklində verilib. Es gibt die Chance. İmkandırsa, şansdırsa ikini seçməliyik. Es ist nicht verboten. Qadağan deyil, icazə var. Onda 3'ü seçməliyik. Birincini seçiblər. Birinci nümunəyə baxaq. Ich kann gut Ski fahren. Mən yaxşı xizək sürə bilirəm, bacarım. Nədir? Artıq bunu öyrənmişəm. Ona görə biri seçiblər. İndi baxırıq. Aber es gibt hier keinen Schnee. Amma burada qar yoxdur. Man kann nicht Ski fahren. Xizək sürmək olmaz. Ümumi baxırıq cümlənin məğzinə ki, nədir? İmkan var, fürsət var. Yəni mən artıq xizək sürməyi öyrənmişəm. Amma burada qar olmadığına görə mən xizək sürə bilmirəm. O zaman uyğunlaşır 2-yə. Es gibt die Chance, o da die Möglichkeit. İmkan, fürsət var. Yəni başqa yerdə nə vaxtsa, nə edə bilərəm, xizək sürə bilərəm. 2-dən bir dənə də nümunəni izah edirəm. Können Sie English? İngiliscə danışa bilirsiniz. Yenə ich habe das gelernt. Mən bunu öyrənmişəm, mən bunu bilirəm, mən bunu bacarıram. Deməli, birəm uyğundur. Yerdə qalanları da eynən bu şəkildə oxuyursunuz, tərcümə edirsiniz. Mötərizədə açılımı verilib. Uyğunlaşırsa onlardan birini seçirsiniz. Baxırıq 4-cü çalışmaya. Wollen oder möchten. Yəni wollen istəmək modal feili yoxsa möchten. Möchten ist immer möglich. Möchten həmişə mümkündür. Wenn kann man wollen sagen. Wollen nə vaxt işlədilir, nə vaxt deyilir? Ergänzen Sie. İndi bizə 6 dənə nümunə verilib, boşluqlar verilib. Biz bu cümləni yenə oxuyuruq, mənasını başa düşürük. Hansı ki, qrammatik hissədə izah olunmuşdur. Wollenlə nə vaxt istifadə olunur, möhtenlə nə vaxt istifadə olunur. Nəzakətli formada xahiş eləyiriksə, bu zaman möhten. Yox, birbaşa, direkt deyiriksə, bu artıq wollendir. Baxaq cümlələrə. Birincidə deyir, Herr Mayer, was nehmen Sie? Cənab Mayer, nə götürürsünüz? Ich gern einen Apfelsaft. Mən portağal şirəsi istərdim. Nədir? Artıq nəzakətli formada istək. Ona görə də möhten feilini birinci şəxsin təkinə görə təsrifləndiririk.
Ich möchte gern einen Apfelsaft. Ve bunu da qeyd edim ki, möhtədən sonra mütləq akusativ hal gəlməlidir. Görürsünüz? Einen Apfelsaft. Der Apfelsaft kişi cinsinə aid bir isimdir. Akusativ təsirli kəmdə istifadə olundu. İkincidə nədir? Lisa heute nicht in die Schule gehen. Lisa bugün məktəbə getmək istəmir. Nədir? Bu artıq xahiş cümləsi deyil. Bu artıq birbaşa deyilən cümlədir. Ona görə də wollen üçüncü şəxsin təkinə görə təsrifləndirib deyirik ki, Lisa will heute nicht in die Schule gehen. Lisa bugün məktəbə getmək istəmir. Yerdə qalanları da eynən bu şəkildə yazıb tamamlayarız. Beşinci çalışma isə Susi ist krank. Susi xəstədir. Müssen oder sollen. Müssen yoxsa sollen. Ergänzen Sie. Tamamlayın. Görürsünüz, boşluqlar verilib. Biz ikisindən birini yazmalıyıq. Amma cümləni oxuyub tərcümə etməliyik ki, alternativ yoxdursa, məcburiyyət varsa müssendir. Yox. Başqasının dediyini deyirsə, bir də sual cümlələrində sollen'dən istifadə olunur. Susi ist krank. Susi xəstədir. Sie zum Arzt gehen. O həkimə getməlidir. İndi mal-məl ikisindən biri qoyulacaq. İndi o xəstədir. O həkimə getməyə nədir? Məcburdur. Deməli, məcburiyyət varsa müssen. Sie muss zum Arzt gehen. O həkimə getməlidir. Der Arzt sagt. Həkim deyir. Du im Bett bleiben und du viel schlafen und viel trinken. Həkim deyir. Sən yataqda qalmalısan və çox yatmalısan və çox içməlisən. Nədir? Yəni həkim deyirsə, deməli burada məcburiyyət var. Məcbur olaraq yataqda qalmalısan, çox yatmalısan və çox içməlisən. Ona görə də müssen feilini ikinci şəxsin təkinə görə təsrifləndirib yazırıq. Eynən bu qaydada çalışmaları oxuyursunuz, tamamlayırsınız. Müssen oder sollen. 6-cı çalışmada isə deyir ki, machen Sie Vorschläge mit sollen. Sollen ilə təkliflər edin. Məsəl üçün, burada birinci nümunə misal verilib. Birincidə nədir? Ich möchte den neuen Film sehen. Mən film seyretmək istəyirəm. Vorschläge təklif olunur ki, sollen wir zusammen ins Kino gehen? Birlikdə kinoya getməliyik. İkincidə deyir ki, wir brauchen Getränke. Bizim nədir? Çoxlu içkiyə ehtiyacımız var. Sizcə necə təklif etməliyik? Deməliyik ki, mən içki almalıyam. Soll ich, sual sözsüz sual cümləsi olduğuna görə modal feil birinci yerə keçir. Soll ich Getränke kaufen? Mən içki almalıyam. Yəni burada cavab verilib. Biz sualını tərtib etməliyik. Sollen ilə. Və eynən bu şəkildə 3, 4, 5-i tamamlayarsınız. 7-ci çalışma isə qeyd olunub ki, A2 səviyyə bir çalışmadır. Ergänzen Sie müssen, können, dürfen, möchten oder wollen. Es gibt mehrere Möglichkeiten. Müssen, können, dürfen, möchten və wollen feillərini tamamlayın. Çoxlu imkanlar var. İndi baxırıq cümləyə. In der Bibliothek. Kitabxanada. Sie Bücher leihen. Bücher leihen. Kitabları borca götürmək. Siz kitabları borca götürməlisiniz. Götürə bilərsiniz. Götürə bilərsiniz. Götürmək istəyirsiniz. Götürmək istəyirsiniz. Görürsünüz belə baxırıq. Biz deməli nə demişdik? Əgər mümkünlük, imkan varsa, bu zaman können modal feilinə istifadə olunur. Və nəzakət formasında olduğuna görə deyirik ki,
Sie können Bücher leihen. Siz kitapları götürebilirsiniz. Sie nicht essen. Siz yemek yiyebilmezsiniz. Nedir? Verbot, qadağandır. Ona göre dürfen. Sie dürfen nicht essen. Sie ihren Bibliothekausweis zeigen und sie nicht laut sprechen. Siz kitapxana kimliğinizi göstərməlisiniz. Artıq məcburiyyət var. Ona görə müssen. Və siz ucadan danışmamalısınız. Nədir? Qadağan. Dürfen. Sie können Bücher leihen. Sie dürfen nicht essen. Sie müssen ihren Bibliothekausweis zeigen und sie dürfen nicht laut sprechen. Gördüğünüz kimi kitabxanada işlənə biləcək cümlələrdir və biz bu cümlələri modal fiillərlə ifadə etdik. Yerdə qalan boşluqlarda siz tamamlayarsınız, sizə uğurlar. Yazıb qurtardıqdan sonra cavabları yoxlayarsınız, başa düşmədiyiniz olarsa isə axıra qədər baxarsınız. Elə isə indi birinci çalışmadan başlayaq tamamlamağa. Ihr Bruder Markus ist 4 Jahre alt. Onun qardaşı Markus 4 yaşındadır. Er noch nicht in der Schule gehen. O 4 yaşında olduğuna görə hələ məktəbə gedə bilmir. Ona görə də gedə bilmir. Nə etməliyik? Kann modal feilindən istifadə etməliyik. Üçüncü şəxsin təkinə görə təsrifləndiririk. Er kann noch nicht in der Schule gehen. O məktəbə gedə bilmir. Aber er gerne in der Schule gehen wie sie Susi. Amma o Susi kimi məktəbə getmək istəyir. Burada biz möhtən də deyə bilərik, wollen də deyə bilərik. Yəni hər ikisini artıq burada ümumi anlamda istəmək kimi yaza bilərik, amma daha çox möhtə uyğundur. Həm də burada görürsünüz wollen verilməyib. Deyirik ki, er möchte gerne in der Schule gehen, wie Susi. Er noch nicht schreiben und lesen. O hələ yazmağı və oxumağı nədir? Bilmir, bacarmır. Ona görə öyrənməyib də. İlk das gelernt, hansı ki können modal feilində deyilmişdir. Yenə üçüncü şəxsin təkinə görə təsrifləndirib deyirik. Er kann noch nicht schreiben und lesen. Susi's Mutter ist ledig. Susi'nin anası subaydır. O işləməlidir, işləmək istəyir, işləyə bilər. Sizcə hansı uyğun gəlir? Bəli, o işləməlidir. Məcburiyyət qarşısındadır. Üçüncü şəxsin təkinə görə təsrifləndirdik. Sie muss arbeiten. O işləməlidir. Sie 6 Wochen pro Jahr Urlaub machen. Und dann sie mit Susi und Markus ans Meer fahren. O ildə 6 həftə məzuniyyət edə bilər. Nədir? Es gibt die Chance. Die Möglichkeit. İmkanı var, fürsəti var. Ona görə də kann modal feilini üçüncü şəxsin təkinə görə təsrifləndirib deyirik. Və o Susi və Markusla dənizə getmək istəyir. Ona görə möhtən feilini üçüncü şəxsin təkinə görə təsrifləndirdik. Heute ist sie krank. Bugün o xəstədir. Sie nicht arbeiten. O işləyə bilmir, bacarmır. Yəni xəstə olduğuna görə işləyib bacarmır. İşləyə bilmir. Ona görə können modal feilini üçüncü şəxsin təkinə görə təsrifləndirib deyirik. Sie kann nicht arbeiten. Sie zum Arzt gehen. Məcburiyyət var. Sie muss zum Arzt gehen. O həkimə getməlidir. İkinci çalışmada müssen yoxsa dürfen modal feili qoyulmalıydı. Üçüncü nümunədə qalmışdıq. Das man nicht trinken. Burada içki içmək olmaz. Qadağandır. Deməli, dürfen modal feili istifadə olunur.
Manda görürüksə, üçüncü şəxsin təkinə görə təsrifləndiririk. Das darf man nicht trinken. Burada heç keçmək olmaz. Şəkillərdən də C variantı uyğundur. Dördüncüdə hier Kinder spielen und laut sein. Burada uşaqlar oynaya bilərlər, yəni səsli küylü ola bilər. Nədir? Buna icazə var. Es ist erlaubt. İcazə verilir. Ona görə dürfen. Kinder cəmdə olduğuna görə üçüncü şəxsin cəminə görə təsrifləndirik. Hier dürfen Kinder spielen und laut sein. Və şəkillərdən də G variantı uyğundur. 5-də nədir? Hier man rauchen. Burada siqaret çəkmək olar. İcazə verilir. Es ist erlaubt. Ona görə darf. Üçüncü şəxsin təkinə görə təsrifləndiririk. Hier darf man rauchen. Burada siqaret çəkmək olar. D variantı. 6-da hier man keine Krawatte tragen. Burada galstuk taxmaq olmaz. Nədir? İcazə verilmir, icazə yoxdur. Ona görə darf. Və şəkillərdən də Y variantı uyğundur. 7-cidə hier man langsam fahren. Burada yavaş sürülməlidir. Malı-məli. Nədir? Məcburiyyət var. Və üçüncü şəxsin təkinə görə təsrifləndi. Yəni burada da şəkil olaraq A variantı, yəni 30 sürət həddi ilə. 8-də hier man stoppen. Burada stop edilməlidir. Şəkillərdən bir tək F variantı uyğun gəlir, yəni qaldı. Və nə stop edilməlidir. Yəni məcburiyyət var. Ona görə də muss. Hier muss man stoppen. Burada stop edilməlidir. Gördüyünüz kimi çalışmalarımızın hər birini nə edirik? Oxuyub tərcümə edirik. Mənalarına baxırıq. Üçüncü çalışmada isə qalmışdıq. İkinci nümunənin ikincisində. Dan können Sie den Job in England machen. Siz İngiltərədə iş tapa bilərsiniz, iş edə bilərsiniz. Nədir? Es gibt die Möglichkeit, es gibt die Chance. Yəni, şans var. İkinci uyğun gəlir və onu seçirik. 3-də können Sie nicht lesen. Oxuya bilmirsiniz. Nədir? Ich habe das gelernt. Mən bunu öyrənmişəm və yaxud da öyrənməmişəm. 1 seçirik. Hier ist Parken verboten. Burada avtomobil saxlamaq qadağandır. Aber da kann man parken. Burada park etmək qadağandır. Aber da kann man parken. Amma orada park etmək olar. Burada qadağandır. Amma orada olar. Baxırıq, ich habe das gelernt, es gibt die Chance, es ist nicht verboten. Deməli, 3 uyğundur. Yəni, orada qadağan deyil. 4-cüdə, ich kann das Auto nicht kaufen. Mən avtomobil ala bilmirəm. Avtomobil ala bilmirəmsə, deməli, imkanım yoxdur, şansım yoxdur. İstəsəz cümləni axıra qədər oxuyub, tam məqsədini başa düşə bilərsiniz. Misal, ich kann das nicht bezahlen. Mən ödəyə bilmirəm. Und ich kann auch nicht Auto fahren və maşın sürə bilmirəm. Deməli, nədir? İmkan yoxdur. Fürsət yoxdur. Ich kann das nicht bezahlen. Ödəyə bilmirəm. Yenə imkan yoxdur, şans yoxdur. Und ich kann auch nicht Auto fahren və avtomobil sürə bilmirəm. Deməli, nədir? Ich habe nicht das gelernt. Mən bunu öyrənməmişəm. Ona görə də 1. 4-də isə wollen oder möchten. Baxırıq 3-ə, was Sie və davamına baxırıq. Wir 1 kilo tomaten bitte. Artıq deməli nədir? Nəzakət formasında sualdır. Deyir ki, was möchten Sie? Höflichkeitsform. Nəzakət formasındadır. Və yenə biz 1 kilo pomidor istəyərdik, zəhmət olmasa. İstəyərdik, nədir? Nəzakət formasında cavab.
və möhtəni birinci şəxsin cəminə görə təsrifləndirdik. 4-də deyir ki, Peter ist 14 Jahre alt und schon in die Disco gehen. Peter artıq 14 yaşındadır. O diskotekaya getmək istəyir. İstəyirsə, deməli nədir? Möhtən. Wollen də deyə bilərik. Qəti bir şəkildə deyir. Və yaxud da arzusudur. Diskotekaya getmək istəyir. Ona görə möhtə və will. Birini də seçsəz uyğundur, fərqi yoxdur. Aber seine Eltern das nicht. Amma onun valideynləri bunu nə deyim? İstəmirlər. Seine Eltern cəmdədir və qəti olaraq istəmirlər. Ona görə də wollen. Sie können 8 Uhr oder 9 Uhr kommen, wie Sie wollen oder möchten. Deyir ki, siz 8-dən və yaxud 9-da gələ bilərsiniz. Necə istəyirsiniz? Yəni, burada artıq konkret olaraq bir məna yoxdur. Yəni, 8-də də gələ bilərsiniz, 9-da da gələ bilərsiniz. Yəni, necə istəyirsiniz? Ona görə də bizi möhtən də deyə bilərik. Necə istəyirsiniz? Və yaxud wollen də deyə bilərik. 6-da Entschuldigung, ich das Fenster öffnen. Ist das okay für Sie? Bağışlayın, mən pəncərəni açmaq istərdim. Bu sizin üçün uyğundur. Okeydir. Nədir? Nəzakətli formada. İstək. Ona görə möhtə. Ich möchte das Fenster öffnen. Ist das okay für Sie? Bəli, 5-ci çalışma ilə davam edirik. Deməli, Susi sagt zu ihrer Mutter. Susi anasına deyir. Der Arzt sagt. Həkim deyir. Ich im Bett bleiben und schlafen. Müssen oder sollen. Yəni, biz burada hansını yazmalıydıq? Bayaq qrammatik hissədə qeyd etdik ki, sollen o vaxt istifadə olunur ki, başqalarının dediklərini deyiriksə, başqa şəxsə deyiriksə, bu zaman nədir? Sollendən istifadə etməliyik. Həkim deyir ki, mən deməli yataqda qalmalıyam. Soll ich im Bett bleiben und schlafen. Və yatmalıyam. Ich nicht in die Schule gehen. Mən məktəbə getməməliyim. Musdan istifadə etdik. Die Mutter fragt. Ana soruşur. Du Medizin nehmen. Sən dərman qəbul etməlisən. Hansı ki, Zollen'də yenə qeyd etmişdik ki, nur in Fragen. Suallarda soruşulur ki, sən dərman qəbul etməlisən. Du sollst du Medizin nehmen. Sən dərman qəbul etməlisən. İkinci şəxsin təkinə görə təsrifləndirdik və görürsünüz, cümlədə məcburiyyət yoxdur, sadəcə soruşulur. Sən dərman qəbul etməlisən. Susi antwortet. Susi cavab verir. Nein, aber ich viel trinken. Amma mən çox içməliyəm. Nədir? Zoldan istifadə etdik. Deməli, 6-cı çalışmada machen Sie Vorschläge mit sollen. Sollen modal feili ilə Vorschläge təkliflər etməliydik. Deməli, burada nümunələr yazmışam. 3 dənə idi. Ich hab Kopfschmerzen. Mənim başım ağrıyır. Soll ich eine Tablette nehmen? Mən tablet qəbul etməliyəm. 4-də Es ist kalt ja. Bura soyuqdur. Soll ich das Fenster oder die Tür zumachen? Mən qapını və yaxud da pəncərəni bağlamalıyam. 5-də isə ich möchte nach Paris fahren. Mən Parisə getmək istəyirəm. O zaman sollen wir zusammen fahren. Biz birlikdə getməliyik. Nədir? Vorschläge, təklif cümləsi. Əgər bu çalışmada səhvliklər eləsəz, narahat olmayın. Bu sadəcə biraz məntiqi yanaşmadır. Heç bir problem yoxdur. İndi isə davam edək. 7-ci çalışmada isə modal feilləri boşluqlara tamamlamaq idi. İndi baxırıq im museum, muzeydə. Sie Bilder sehen können. Siz şəkillərə baxa bilərsiniz. Es ist nicht verboten. Bu qadağan deyil. Ona görə də elə nəzakət formasında şəxsə görə təsrifləndirə deyirik.
Sie bezahlen. Siz ödemelisiniz. Mecburiyet var. Müssen. Sie müssen bezahlen. Sie manchmal nicht fotografieren, aber sie laut sprechen. Siz şəkil çəkə bilmərsiniz. İcazəniz yoxdur. Dürfen. Amma ki ucadan danışa bilərsiniz. Yəni icazə verilir. Es ist erlaubt. Ona göre de yine dürfen. Daha sonra Sie sind krank. Siz xəstəsiniz. Sie im Bett bleiben. Nədir? Məcburiyyətdir. Siz yataqda qalmalısınız. Sie müssen im Bett bleiben. Siz sigaret çəkməməlisiniz. Yəni icazə yoxdur, qadağandır. Sie dürfen nicht rauchen. Sie viel trinken. Siz çox içməlisiniz. Yəni su içməlisiniz də belə deyək. Nədir? Məcburiyyət. Yəni xəstə adam nə etməlidir? Sigaret çəkməməlidir və çoxlu sudan, çaydan bir şeylər içməlidir. Okay. Sie sind zu dick. Siz köksünüz. Sie nicht viel essen. Siz çox yeməməlisiniz. Yəni yeməməlisiniz deyirəm, malı-məli. Amma nədir bu? Ümumi olaraq icazə verilmir. Yəni sizə çox yeməyə icazə verilmir. Ona görə dürfen qəti formada. Sie Sport machen. Siz idman etməlisiniz. Buna məcbursunuz. Başqa nədir? Seçiminiz, alternativiniz yoxdur. Sie viel Wasser trinken und Salat essen. Siz çoxlu su içməlisiniz və salat yeməlisiniz. Nədir? Məcburiyyət. Başqa alternativ yoxdur çünki. Kinder mit 10 Jahren, 10 yaşlı uşaqlar, Sie nicht rauchen. Sizə sigaret çəkilməyə icazə verilmir. Sie dürfen nicht rauchen. Sizə sigaret çəkməyə icazə verilmir. Und nicht Auto fahren. Və avtomobil sürməyə. Sie in der Schule gehen. Siz məktəbə getməlisiniz. Nədir? Məcburiyyətdir. Getməlisiniz. Başqa seçiminiz yoxdur. 10 yaşlı uşaq nə etməlidir? Sie oft keine Hausaufgaben machen. Siz tez-tez ev tapşırıqlarını etmək istəmirsiniz. Birbaşa olaraq. Wollen. Im Auto, maşında, Sie vielleicht Ihre Brille tragen müssen. Siz eynəyinizi daşımalısınız, götürməlisiniz, taxmalısınız. Yəni tragen bəzən taxmaq mənasında istifadə olunur. Nədir? Məcbursuz. Müssen. Yəni im Autoda. Sie nicht schlafen und auch nicht telefonieren. Yəni sizə maşında yatmaq və telefonla danışmaq olmaz. İcazə verilmir. Dürfen nicht. Aber Sie essen und sprechen. Amma yeyə və danışa bilərsiniz. İcazə verilir. Deməli, gördüyünüz kimi, qrammatik hissədə erklärung bölməsində, cədvəldə hər biri izah olunmuşdur. Yəni biz buradakı izahlara görə çalışmaları yazıb tamamladıq. Ümidvaram ki, sizlər üçün faydalı ola bildim. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.